Kısaca bir fikir demək istəyirəm. 2 gündür bu barədə fikirləşirəm ki, insanlar fərqli yollarla, fərqli yanaşmalarla müqəddəs kitabları başa düşməyə çalışırlar. Adətən müqəddəs kitablarda çox şeylər aydındır. Amma şübhəsiz ki, bəzən illah da ki, müqəddəs kitablara yeni müraciət eləmiş insanlar üçün, yeni bu səmtə addımlar atan insanlar üçün müqəddəs kitablarda çox şeylər, çox məsələlər aydın olmaya bilər. Və bu məsələdə bunu aydınlaşdırmaq üçün adətən insanlar bir neçə cür yanaşırlar bu məsələyə. Ən çox bunun yayılmış forması odur ki, insanlar bu barədə bilənlərə müraciət edirlər. Belə mövzularda, yəni ki, elmə aid olan məsələlərdə, dinə aid olan məsələlərdə insan tezəcə başlayır bu şeyləri öyrənməyə və adətən bu məsələ barədə bilənlərə müraciət edir. Və əgər biz bir balaca baxsaq, görək bu din alimləri adətən onların dini araşdırma metodları nədir? Yəni, din alimləri, müqəddəs kitabları öyrənən şəxslər müqəddəs kitablarda tam aydın olmayan məsələləri özləri üçün necə araşdırırlar? Və tarixdən görə bilərik ki, yəni misal üçün İslam tarixində görə bilərik ki, Quranda olan çox məsələlər hədislərin köməyi ilə izah olunur. Yəni ki, aydın olmayan bir məsələ barədə bir hədis var və o hədislə bunu izah eləməyə çalışırlar. Əlbəttə, Quran təfsir yazanlar var, Qurana çoxlu təfsir yazanlar var. Amma biz o təfsir yazanların da təfsirlərinə müraciət edib onlarla tanış olanda görmək olar ki, o təfsirlərin də çox hissəsi, hamısını demirəm, çox hissəsi hədislərə əsaslanıb. Hədislərə, İslam tarixi, hədislər və onun üzərində olan əqli mülahizələrə. Yəni ki, insan müəyyən şeylər oxuyur və bu barədə əqli mülahizələr yürüdür və o barədə müəyyən öz fikirlərini deyir. Yəni, mövcud olan, müqəddəs kitabların mövcud olan başa düşmək metodu, anlamaq metodu 2 əsas şeyə sığınıb. Yəni, 2 əsas forması var, bunu başa düşmək formaları. Biri əqli mülahizələrdir, yəni insan oxuyur və öz məntiqi əsasında, öz dünya görüşü əsasında, öz baxışları əsasında fikirləşir ki, bu belədir. Və bu cür formalar, müqəddəs kitabların bu cür izah olunması formaları çoxlu fərqli yanaşmalara gətirib çıxardır. Çünki hər insanın öz dünya görüşü var, öz məntiq ölçüləri var, öz yaxşı və pis təxmini baxışlar var, yaxşıya və pisə, düzgün olan, düzgün olmayan məsələləri. Yəni, insan əgər müəyyən məsələlər barədə öz şəxsi əqli mülahizələrini yürüdürsə, bu onun şəxsi həyat
həyatının, öz şəxsi həyatına, öz şəxsi həyatında baş vermiş şeylərə, özünün başa düşdüyü şeylərə, öz məntiqinə əsaslanır. Və bu məsələ çox nisbi məsələdir. Yəni ki, bu çox fərqlidir insanlar arasında. Əgər müqəddəs kitabları biz bu metodla başa düşməyə çalışsaq, biz müqəddəs kitabların min cürə fərqli izahlarını görəcəyik. Biz görəcəyik ki, min cürə fərqli təfsirlər var Qurana, müqəddəs kitablara. Çünki hərə bir cür öz baxışlarını, özü necə başa düşürsə, onu deyəcək. Əgər bu hədislərə əsaslanmayıbsa. Ona görə deyirəm ki, çox təfsir yazanlar hədislərə əsaslandırırlar öz təfsirlərini. Amma biz hədislərə müraciət etsək, çox dərinə getmədən bu məsələ barədə, hədislər barədə qısa bunu demək olar ki, biz hətta səhih hesab olunan hədislərə müraciət etsək, biz görə bilərik ki, adətən onlar səhih ona görə hesab olunur ki, onların kimdən kimə ötürülməsi məlumdur, kim kimə danışıb, sonra kim kimə danışıb, bu məlumdur deyilənə görə. Əgər biz bunu, yəni belə bunu qəbul eləməliyik ki, bu belədir. Bu özü də şübhəli məsələdir. Yəni ki, bunu da 100% garanti yoxdur ki, bu burada səhv ola bilməz. Hətta biz desək ki, doğrudan da bu belə ötürülüb, biz nəzərə alsaq ki, bir cümlədə bir söz dəyişməklə, xahiş edirəm bu məsələyə fikir verin, bu çox vacib məsələdir. Biz bu dünyada bilirik ki, bir cümlədə bir söz dəyişməklə bütün ideyanı, bütün oradakı mənanı dəyişmək olar. Hətta bəzən bir hərf dəyişməklə deyilmiş fikrin mənasını dəyişmək olar. İllah da ki, əgər orada bir cümlə dəyişdirilibsə, əgər orada hansısa bir məsələ yaddan çıxıbsa, orada çox şey, çox dəyişmək şansı var. Yəni, bu məsələləri nəzərə alsaq, hədislərin bizə gəlib çatmasının 100% garantisini əlbəttə deyirlər. Deyirlər ki, bu səhih hədisdir, bu 100% həqiqi hədisdir. Amma bu məsələləri nəzərə alanda biz 100% onun tam necə var, Peyğəmbər əleyhissalam necə deyib, onun bizə bugün o cür çatmasına biz 100% əmin ola bilmərik. Ən azından mən bu məsələləri nəzərə alanda, mən onların 100% gəlib mənə bugün Peyğəmbər əleyhissalam dediyi kimi gəlib çatmasını özüm üçün garanti verə bilmirəm. İllah da ki, biz biləndə ki, hədislər üzərində müsəlman aləminin içində, müsəlman alimlərinin içində 1000 ildir mübahisələr gedir, 1000 ildir bəziləri bu hədisləri səhih sayır, başqaları başqa hədisləri səhih sayır. Bunların səhih saydıqlarını o biriləri səhih saymır. Bəzi müəyyən müsəlman adamlar var ki, ümumiyyətlə hədisləri qəbul eləmirlər. Bundan əlavə biz bilirik ki, böyük hədis yazanlar özləri minlərlə hədisi ləğv eləyiblər onların səhv olduğunu deyərək. Yəni, bütün bu hədis üzərində baş verən məsələləri biz nəzərə alsaq, biz başa düşə bilərik ki, biz bu mənbəyə də 100% əmin ola bilmərik. Başqa bir vacib məsələ də var ki, biz bilirik ki, Quran kitabında Allah Teala özü söz verir ki, bu kitabı mən axirət gününə kimi qoruyacağam. Yəni, Allah Teala onun dəyişdirilməyəcəyinə söz verir. Ən azından bu artıq bizə daha çox güvənc verir ki, bu kitab dəyişdirilməyib, bu kitab bizə olduğu kimi çatıb. Amma hədislər barədə Allah Teala belə bir söz verməyib. Bunu da nəzərə alsaq, yəni biz bu mənbəyə də, müqəddəs kitabları başa düşmək üçün bu mənbəyə də biz 100%
güvənə bilmərik. Yəni biz iki dənə mənbədən danışdıq indi. Biri insanın özünün yürütdüyü ağlı mülahizələr. Bu çox fərqli ola bilər. Bu hardasa düz ola bilər, hardasa səhv ola bilər. Çünki bu insanın öz dünya baxışlarına əsaslanır və bu çox nisbi məsələdir. Yəni bu çox fərqlidir. Hətta çox dərrakəli insanların dünya baxışları bir-birindən fərqlənə bilər. Onların inamlarına, onların çox məsələlərə bağlıdır bu dünya baxışları. Mən buna çoxlu misallar gətirə bilərəm. Video uzun olmasın deyə gətirmirəm. İnanıram ki, mən fikrimi çatdırıram hal-hazırda. Başqa bir metod var ki, biz nəzərə alsaq ki, müqəddəs kitablar hamısı bir Allah tərəfindən yer üzünə göndərilir və Allahın bütün müqəddəs kitabları göndərməkdə son nəticədə bir məqsədi var və Allah Taala bunu fərqli müqəddəs kitablarda deyir. Yəni ki, biz fərqli müqəddəs kitabların oxusaq belə, biz görəcəyik ki, onların hamısının məğzi eynidir. Məğzi odur ki, Allah Taala insanlara demək istəyir ki, siz mənə yaxın olsanız, siz daha xoşbəxt olacaqsınız. Siz mənim dediyim kimi yaşasaz, daha həyatınız düz olacaq və gözəl olacaq və bundan əlavə də müqəddəs kitabların daha böyük məqsədi var. Çünki müqəddəs kitablar ancaq bu bizim bir həyat çərçivəmiz üçün verilmir. Çünki bu həyat fanidir onsuz da. Yəni bu biz 150 ildə yaşasaq, zaman çox tez gəlib keçəcək və bundan sonra biz hara gedəcəyimizi müqəddəs kitablar bizə bilik verir ki, biz bundan sonra gedəcəyimiz yer elə yer olsun ki, biz peşman olmayaq yaşadığımız həyata. Son həyat barədə, son nəticədə bütün müqəddəs kitabların məğzi budur. Və bütün bunları nəzərə alsaq, biz başa düşmək olar ki, bir müqəddəs kitabı başa düşmək üçün ən mötəbər başqa bilik mənbəyi, başqa müqəddəs kitablardır. Yəni əqli mülahizələr də o qədər mötəbər mənbə deyil. Hədisləri də biz o qədər mötəbər mənbə saya bilmərik. Çünki onların həqiqət olduğuna bizim 100% garantimiz yoxdur. Biz buna 100% əmin ola bilmərik. Ola bilər hansısa həqiqət də ola bilər deyil. Yəni mən demək istəmirəm ki, hədislər vacib deyil, hədislər lazım deyil. Mənim əminliyim var ki, çox hədislər var ki, insanlar onlara qulaq asanda onların imanı artır, onların inamı artır Allaha. Bu hədislər insanların, bu hadisələr insanların Allah yolunu işıqlandırır, nurlandırır. Bunlar hətta rəvayət olsa da belə, hətta hansısa heç həqiqi hədis olmasa belə, əgər o hadisənin, o hədisin məğzi elədirsə ki, o insanın Allah yolunu onu həvəsləndirir və onun imanını artırır, bu çox gözəldir. Ona görə mənim belə münasibətim yoxdur hədislərə ki, bunlar yaxşı deyil. Amma mənim belə bir mən bu barədə belə düşünürəm ki, prinsipial məsələlərdə çox prinsipial fəlsəfi məsələlərdə Quranın içindəki müəyyən məsələləri başa düşmək üçün biz hədislərə tam güvənə bilmərik bir həqiqət bilik mənbəyi kimi. Amma biz müqəddəs kitablara tam güvənə bilərik. Çünki başqa müqəddəs kitablara. Çünki onlar da Allah tərəfindən verilib. Onların mənbəyi insan deyil. Onların mənbəyi Allah Taaladır. Burada bir problem var. Bu problem barədə biz keçən dəfə danışdıq. Biz əgər əlbəttə o kitablarla öz aramızda divar çəkiriksə, bu divarın adı odur ki, o müqəddəs kitablar hamısı təhrif olunub. Biz bu divarla özümüzü başqa bilik mənbələrindən özümüzü ayırırıq.
Və bu divar Qurana əsaslanmır. Biz keçən dəfə danışdıq ki, Quranda heç yerində yazılmayıb ki, başqa müqəddəs kitablar təhrif olunub. Biz bu barədə keçən dəfə geniş danışdıq. Yəni ki, orada müəyyən ayələr var ki, o ayələr bu cür yazılır ki, başqa müqəddəs kitablar təhrif olunub. Amma o ayələrin heç birində belə yazılmayıb. Və doğrudan da biz bu divarı aradan götürsək və biz başqa müqəddəs kitabları oxusaq, ən azından alimlər, din alimləri, indi hamı bütün müqəddəs kitabları oxumaq halında deyil, hamının bu cür həvəsi ola bilməz. Amma ən azından insanlara din öyrədən alimlərin bu məsələyə, dini öyrənmək məsələsinə müraciəti bu cür olsa ki, bir dini başa düşmək üçün, daha dərindən başa düşmək üçün Allah Taala'nın verdiyi başqa müqəddəs kitabları öyrənib ümumi dini baxışın nə olduğunu başa düşəndə insan hər bir müqəddəs kitabı sən o artıq oxuyanda başa düşəcəksən söhbət nədən gedir. Var belə məsələlər ki, Quranda, misal üçün Quranda çox məsələlər var idi ki, İslamda mən Veda ədəbiyyatı ilə tanış olandan əvvəl bu məsələlər mənə aydın deyildi. Mən bir misal gətirirəm Veda ədəbiyyatını, çünki çox geniş ruhi elm mənbəyidir. Amma mən Vedaları uzun illər oxuduqdan, öyrəndikdən sonra hələ də oxuyuram, öyrənirəm, bir 30 ildən çoxdur. Mənə indi çox şey aydındır. Yəni ki, və mən əminəm ki, hər bir, misal üçün Vedalara, Upanishadalara, Puranalara müraciət edən insanlar, onları öyrənən insanlara ümumi, çünki Vedalar müəyyən bir din haqqında danışmırlar. Onlar ümumi, ruhani elm verir. Və insan öz dinini daha ümumiyyətlə din haqqında, Allahın məqsədi haqqında, Allah niyə bu şeylər verir, bu niyə belədir, bu şeylər daha aydın olur. Sözümün canı odur ki, müqəddəs kitabı başa düşməyin ən gözəl yolu başqa müqəddəs kitabları da öyrənməkdir. Siz bütün müqəddəs kitabları, ən azından alimlər, ruhani alimlər bütün müqəddəs kitabları dərindən öyrəndikdən sonra bir dinin üzvü kimi yox, ümumi bir insan kimi Allahın verdiyi bütün müqəddəs kitabları müraciət edib onları öyrənəndə insana artıq orada harasında artıq oxuyursa o şeylər daha aydın olur. Çünki sən bilirsən ümumi baxışı. Bundan əlavə də çox şeylər var ki, misal üçün Quranda bu var, amma Bibliyada, İncildə o yoxdur. İncildə nəsə var, Quranda ola bilər ki, o barədə qısa yazılıb. Yəni ki, Allah Taala'nın müqəddəs kitabları çox fərqlidir və onların hərəsində bir cürə gözəllik, bir cürə dərinlik, bir cürə incəlik var. Mən bunları sadəcə olaraq bir emosional söhbət kimi eləmirəm. Mən bunlarla bir tanış olmuş adam kimi bunları deyirəm bugün. Və çox dəyişir bu şeyləri biləndən sonra sənin Quran oxuyanda orada yazılmış şeylərə münasibət daha da başqa cür olur. Ona görə mən hesab edirəm ki, dini, müqəddəs kitabları başa düşməyin ən gözəl yolu, ən mötəbər yolu və ən güvənə biləcəyimiz yol başqa müqəddəs kitablara müraciət edib onları öyrənməkdir, dərindən. Yəni, bir olan mənim Allahımın dediyi başqa sözləri öyrənmək kimi və bu səthi ki, hansını biz özümüz qoymuşuq ki, başqa müqəddəs kitablar təhrif olunub, bu süni yaradılmış bir şeydir. Mən əminəm ki, bunun dalında politik məqsəd durur ki, insanları bir idarə altında saxlasınlar ki, onlar başqa idarəçiliyin altına düşməsində. Məsələn, bu mənim fikrimdir, əlbəttə, mən buna əminliklə demirəm, bunu nə üçün belə olub. Ən azından bu süni yaradılmış səthdir başqa dinlərlə bizim İslam arasında. Çünki Quranda deyilmir ki, başqa müqəddəs kitablar təhrif olunub. Quran deyir ki, əgər elm Çindədirsə, onun dalıca hətta Çinə getmək olar. Yəni ki, biz həqiqəti başa düşmək üçün biz
hara gəldi getməyə hazır olmalıyıq. Yəni ki, həqiqət axtarışı o qədər qiymətli şeydir ki, biz belə sərtlər qoymalı deyilik özümüz üçün. Belə qısaca bu barədə demək istəyirdim. Allah razı olsun hamınızdan. Allah hamımızın yolunu, ruhani yolumuzu işıqlı eləsin. Allah razı olsun. Sağ olun. Gəlin görüşərək dostlar.